1983-cü ildir. Mən? Soruşurlar, hə. Mən əslində 84-əm. Amma dokumentdə səhv yazıblar, 80. Səhv yazmayıblar. O vaxtı Allah bütün ölənlərinizə rəhmət eləsin. Anam mənim yaş yarımımda rəhmətə gedib. Mən Sovetskada doğulmuşam. Anam rəhmətə gedəndən sonra mənim əslində Mitirkam, mən doğulandan Mitirkam, Orucova Şəbnəm Arif qızı olub. Həqiqətən də 84-cü iləm, dekabr 19. Sonra anam rəhmətə gedəndən sonra məni xalamgil evladlıq götürüblər. Atamdan alıblar. Tovuzda böyümüşəm. 2 yaş yarımıma qədər Bakıda böyümüşəm. Bakıda göz açmışam. Sovetski uşağıyam, belə çıxır da. Mamamın xalası qızları yaxşı bilirlər mənim körpəliyimi. Anamla yaşlıdılar. Çünki o zaman anam burada ailəli olanda, hamiləlik keçirəndə, indi necə ki Aytaç mənim yanımdadır. Onda mamamın xalası qızları anamın yanında qalıb tələbə idilər. Şəmsiyə xanım, Rəsmiyə xanım, Aytacın bibiləri. Onlar mamamın yanında qalırdılar. Onlar mənim anamın hamiləliyinə, mənim doğulduğum günə, aya, yaş yarımıma qədər böyüdüyümə şahiddirlər. Hər şeyi onlar danışırlar mənə. Sağ olsunlar, yəni ən azından o xatirələri danışırlar. Bilirəm necə böyümüşəm. Həmişə var, narahat olmuyorsunuz Rüfət bəy. Hə, danışın. Nə deyib? Heç də siz danışın. Niyə yoxdur, nə olacaq ki? Deyir, həci yoxdur, deyəsən, canlı açıb dilənirsiniz. Niyə? Həci istəmirik biz. Allah eləməz. Allah biz o günə qoymasın dilənək, xalqı var olsun. Biz toylarımız bizə yetir. Maşallah. Öz gəlirinə. Nə olur? Maşallah, toylarımız çox şükür yaxşıdır. Yığdıqlarını xəşkür. Hə? Nə? Deyirəm, yığdıqlarını xəşkür. Nə olub ki? Hə, şükür Allah. Hə. Sonra mən xalamgil evladlıq götürəndən sonra xalamın əri mənə ata kimi həmişə Ələddin bəy, Allah ona ömür versin. Deyib ki, yox, bu mənim evladımdırsa böyüyəndə bilməməlidir. Sonuçta bütün uşaqlar böyüdükcə, kosmetolog Nigar xanımımız da burada da, bütün uşaqlar bilirlər də, nə olur olsun böyüyəndə bilirsən. Deyib ki, dəyişməliyəm metrikasını. Dəyişib, yazıb ki, yazdırıb Əsədova Şəbnəm, Ələddin qızı, doğrudan da Tovuz rayonunda doğulub güya. Orada yazıb 84. Zemaya? 84, Zemopulatdır. 84 yazdırıb atam orada. Hətta Mitirkamda o vaxt ki, indi insan düşünüb də insandır. Noyabrın 9-u yazdırıb Mitirkama, şəxsiyyət Mitirkama tarixi belə. Əslində dekabrın 19-uyam. Həmişə atama deyirəm ki, niyə mən bir yaş böyük yazmısan? Bax, niyə mənim tariximi səhv yazdırır? Çoxları yazır ki, bir verişdə sən çıxış eləmişsən 38 yaşında. Onu tez-tez paylaşırlar. O köhnə verilir. O köhnə deyir, dostlar. 35 yaşda demişdim, 35. Onu hər ildə paylaşırlar. Elə bil mən 35-də qalmışam. Tam da ya, deyir ki, elə bil 35-də qalmışam. Ya, insan, maşallah. Allah yaşlanmağı, yaşa dolmağı, evladlarının böyüməyini görməyi, toyunu, şanlı, nəvələrimizi görməyi nəsib eləsin. Niyə cavan qalaq ki? Cavan qalmaq o deməkdir ki, cavan öl. Naxçıvansan da əslən, atan Naxçıvan. Kim Naxçıvanıdır? Yox, belə su var. Hə, mən niyə Naxçıvan? Meylinə Naxçıvan düşüb bu. Naxçıvanlılar da gözəl insanlardır. Mehriban adamlardır. Hə, Zima, çox sağ ol, həyatım. Həyatım. Hə, biləsi vardı da, amma Naxçıvanda qalır, hə, atan? Yox. Mən niyə elə bilirəm? Sən niyə Naxçıvan bilirsən? Görməmişəm onu. Error versən, sən. Maşallah. Ələddin kişidir, onu bilirik, haralıdır. Ələddinə canım da qurban. Ələddin Karinoy qovlarıdır, qovları. Hajoruşdu nəsli, kökü.
Tək elə bütün fədakar atalar elə olsun. Gözəl insandır. Zema yazıb kartımı atıram. Orada Nəqləşdirib deyəsən, orada hədiyyə atıb. Zema niyə dincəlmirsən? Gələm indi WhatsApp-a səninlə söhbətim var. Tete tərtəmiz söhbət eləməliyik.